Bismillahirrahmanirrahim. Kur'an ayətlərinin səyyidi, ən böyüyü, ən üstünü Ayətül Kürsüdür. Bəqərə surəsində bir ayət var ki, o Kur'an ayətlərinin səyyididir. Bu ayət oxunanda şeytan ləyin o evdən qaçar. Həzrəti Muhammed sallallahu aleyhi və səlləm Mirac gecəsində lövh-i məhfuza baxarkən 3 ayrı yerdə 3 nur gördüyünü bəyan edir. Ya Rəbbi, bu 3 nur nədir? Cənab-ı Haqq buyurur, onlar Ayətül Kürsi, Yasin və İxlas surəsinin yerləridir. Həzrət buyurdu, Ya Rəbbi, Ayətül Kürsünün savabı nədir? Allah buyurur, o mənim sifətimdir. Onu bir dəfə oxuyan qiyamət günü mənə baxacaqdır, yəni görəcəkdir. Həzrəti Əlidən rəvayətdir ki, Həzrət Muhammed buyurmuşdur ki, Allah Teala kürsünü incidən yaratmışdır. Kürsünü, böyüklüyünü Allahdan başqa heç kəs dərk edə bilməz. Bu böyük kürsünün yanında göylər və yerlər səhranın ortasında kiçik bir halda kimidir. Hədis şərifdə deyilir ki, günəşin nuru kürsünün nurunun 70 cüzündən bir cüzdür. Kürsünün nuru ərşin çiyinlərindən saxlayan mələklər ilə kürsünü çiyinlərində saxlayan mələklər arasında 140 pərdə vardır. Bu pərdələrin 70-i nurdan, 70-i zülmətdən, qaranlıqdandır. Hər pərdənin arası 500 illik məsafədir. Əgər bu pərdələr olmasaydı, kürsünü saxlayan mələklər ərşin nurundan yanardı. 7 qat səma, 7 qat yer ərşin yanında qeyb olub itir. Ərş-i əla Allah Taala'nın sarayı kimidir. Allah Taala əmri oradan verir. Allahın əmri kürsünün üzərinə endiyi vaxt, mərmərin üstünə düşən ağır qızıl zəncirin səs çıxardığı səs kimi səs gələr. Kürsünü saxlayan mələklər Allahın əmrinin əzəmətindən və bu səsin şiddətindən özlərindən gedərlər. Ayıldıqları zaman ərşdəki mələklərdən soruşarlar, Rəbbiniz nə əmr buyurdu? Onlar cavab verirlər, haqqı və doğrunu əmr buyurdu. Allah Taala'nın əmri ərşil əladan kürsüyə, kürsüdən sidrətül müntəhaya, oradan da səmanın 7 inci qatına gəlir. Beləliklə, Allah Taala'nın əmri bütün səmalardan keçərək dünyaya gəlir. Əgər Allah Taala'nın əmri 7 qat göylərdən keçməyib, vasitəsiz olaraq dünyaya və insanlara gəlsəydi, ilahinin əmrinin əzəmətinin şiddətindən yeryüzü məhv olardı. Həzrət Peyğəmbər buyurub, bir Ayətül Kürsü oxumaq 1000 ayə oxumağa bərabərdir. Ayətül Kürsünün dili və canı var. Bir şəxs Ayətül Kürsünü oxuduğu zaman, Ayətül Kürsü ərşi əlanın altında səcdəyə düşər. Allah Taala'dan onu oxuyanın əfv olunmasına diləyər. Ayətül Kürsündə 7 qala qüvvəsi var. Hər kim ixlas qəlblə bir Ayətül Kürsü oxuyarsa, iç-içə 7 qala içinə girmiş kimi mənəvi qüvvət qazanır və qorunur. Daha artıq oxuyan daha çox qüvvə qazanır. Ayətül Kürsünü Həzrəti Peyğəmbərə 70 min mələk nazil olub gətirmişdir. Ayətül Kürsü namazdan əvvəl oxunarsa, şeytan ləyin onu çaşdıra bilməz. Namazını sahman və qüsursuz qılar. Şeytan ləyinin 70 cür tələsi var. Əgər bunlardan Allaha sığınıb, dualar oxunmazsa, insanın imanını alır. Ayətül Kürsünü oxuyanı Allah Taala xəta-bəla, bütün təhlükələrdən, şeytanın şərrindən hifz edib qoruyar. Namazdan sonra Ayətül Kürsü oxuyan şəxs digər namaza qədər Allahın himayəsində olar. Hər kim evindən çıxanda Ayətül Kürsünü oxuyarsa, Allah Taala o şəxs üçün 70 min mələyi ona əstəğfur üçün ayırır. Həzrət Əli əleyhissalamdan rəvayət edilmişdir ki, Bədir döyüşü qurtarma kimi Həzrət Muhammed, Peyğəmbər, Ya Həyyul, Ya Qayyum kəlmələrini zikr edirdi. Ya Həyyul, Ya Qayyum, Allah Taala'nın ən böyük adlarındandır. Əgər Allahın bunlardan da böyük adları olsaydı, Həzrət Peyğəmbər döyüş zamanı onları zikr edərdi.
Şeyhül Əkbər, Arifi Billah, Muhiddin Ərəbi Ayətül Kürsünün fəziləti haqqında belə demişlər. Hər kim Ayətül Kürsünü gecə-gündüz 1000 dəfə oxuyarsa və bu prosesi 40 gün davam edərsə, ara vermədən, Allaha and içirəm, Qur'an-ı Kərimə and içirəm ki, o kimsənin ruhaniyyəti inkişaf edib, qəlb gözü, bəsirət gözü açılar. Mələklər o şəxsi ziyarət etməyə gələrlər. O şəxsin hər muradı yerinə yetər. Yenə də buyurmuşlar ki, hər kim Ayətül Kürsünü hərflərinin sayı qədər, yəni 175 dəfə və yaxud mürsəl peyğəmbərlərin sayı qədər, yəni 313 dəfə oxusa, o şəxsə göylərdə və yerdəki məxluqatın hamısı itaət edib, hər şeydən mühafizə edərlər. Düşmənlərin nə əli, nə də dili ona heç bir zərər və ziyan verə bilməz. Hər kim Ayətül Kürsünü gündə 18 dəfə oxusa, Allah Taala o şəxsin qəlbini hikmətlə doldurar, ruzuna bolluq verər. Hər kim Ayətül Kürsünü yazıb üstündə gəzdirərsə, Allahın izni ilə hər cür bəla və müsibətlərdən amanda olar. Gecə gəzən cin şeytanların şərindən mühafizə olunur. Həzrət Peyğəmbər buyurub ki, hər hansı bir şəxs yatan vaxtda Ayətül Kürsünü oxusa, Xudavəndi aləm o şəxsi hifz etmək üçün mələklər göndərər ki, onu bəlalardan hifz edib, sübh vaxtına qədər ona pasiban olsunlar. Həzrət Kürsü oxunanda şeytan ləin 30 gün o evdən uzaq olar. O ayənin bərəkətindən o evə daxil ola bilməz. Həzrət Peyğəmbər buyurub ki, ya Əli, bu ayəni fərzəndlərinə təlim eylə. Haqq Taala göydən yerə elə bir ayə göndərməyib ki, Ayətül Kürsündən böyük ola. Həzrət Peyğəmbər buyurub ki, Qur'an-ı Məciddə vaqe olan ayələrin böyüyü Ayətül Kürsüdür. Hər kəs Ayətül Kürsünü oxusa, Haqq Taala mələk göndərər ki, o şəxsin pis əməllərini pozalar. Yaxşı əməllər yazarlar, ta ki, Ayətül Kürsü oxunub qurtarana kimi. Həzrət Peyğəmbər buyurub ki, hər kəs vacib namazdan sonra Ayətül Kürsünü oxusa, elə ki, əcəli yetişdi, vəfat etdi, o şəxs behiştə gedər. Hər kəs yatan vaxtda oxusa, o şəxsin qonşularını və qonşularının 70 ətraf qonşularının özlərini və evlərini mühafizə edər.